Milli Məclisin deputatı İlham Məmmədov 2025-ci ilin aprel ayı üçün vətəndaş qəbulu cədvəlinə uyğun olaraq Yapıyevlax rayon təşkilatının inzibati binasında vətəndaşları qəbul edib. Görüşdə Milli Məclisin deputatı İlham Məmmədov və Yapıyevlax rayon təşkilatının sədr müavini Tural İsmailov iştirak edib. İlham Məmmədov vətəndaşların hər birini ayrı-ayrılıqda dinləyərək yerində həll olunan problemlərin həll istiqamətində müvafiq tədbirlər həyata keçirib. Eyni zamanda vətəndaşları narahat edən digər problemlərin həll istiqamətində köməklik göstərilməsinə çalışacaq qeyd edib. Yerində həll olunması mümkün olmayan digər müraciətlər isə nəzarətə götürülüb. Deputat seçicilərlə görüşdə möhtərəm Prezident İlham Əliyevin ali rəhbərliyi ilə Azərbaycan xalqının və dövlətinin maraqları nabinə həyata keçirilən güclü siyasətdən bəhs edərək diqqətə çatdırıb ki, bugün ölkəmiz saysız hesabsız uğurlara imza atmaqla böyük inkişaf yolu keçməkdədir. Dövlət siyasətinin prioritet istiqamətlərindən biri də məhz vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması məsələsidir. Görüşdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə prezidenti Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və birinci vitse-prezident Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, bu barədə Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatı özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib.